Deməli, biz, qardaşlar, Kitab-ı Tevhidi başlayırıq, demək olar, davam edirik. Birinci fəsli qutarmışıq. Birinci fəsli. Deməli, ümumiyyətlə, yəni, bablar, fəsillər 68 dənədir. Biz birincini oxumuşduq, sadəcə başqa yerdə. Amma mən deyirəm ki, biz başlayaq ikinci fəsildən. Sadəcə birinci fəsli belə yüngülvari üstündən keçək bugünkü dərs. Sadəcə dərsin ədəbilə odur ki, gələn dərsdən çalış qələmlə vərəq olsun, qeyd elə bəzi şeyləri və imkan olsa o birinci fəslin dərsinə 6 dənə dərsdir. Ona o saytımızda olmalıdır o yer. Dərs. Qulaq açqinə. Əvvəkirə. Bir fəsil 6 dənə dərsdən oldu. Sadəcə ikisi Muhammed Əbdülvahabın həyatından idi. O ittihamlar ki, atırdılar və s. Ondan idi. 4 dərsin özü idi. Aydınca imkan olsa, çünki biz gedə-gedə təsəvvürün olsun. Çünki əvvəl dərslər əsasdır, çünki kitab tevhiddir və əvvəldə bu əsas məsələlər qeyd olundu. Ondan sonra nə deyiləcək, onun üstündədir. Ona görə imkan olsa, o dərslərə qulaq olsun. Bilmirəm, bəlkə orada da var. Dərsin əsası budur ki, mən dərs keçirəm, mən dərsi kim oxuyacam. Yəni, hamımız oxuyuruq. Mən də kim oxuyacam, mən dərs vermirəm. Sadəcə Kitab-ı Tevhidi oxuyucuq. Yəni, dərsdə əsas odur ki, faydalı olsun. Çalışacağım ki, çox çətin olmasın. Rahat dinlə olsun. Çünki yazılır və kısaatlar qoyulur, cəmaat qulaq asanlar da başa düşsünlər. Ağır dildə olmasın. Və çox dərinləri də istəmirəm gedim. Bacardığım qədər yüngül olsun. İndi alimlərin kitablarına baxacağım. Təxminən 36 dənə kitabdır, şərh. 36 dənə şərhə baxıb sonra deyəcəm sizə. Allahın izni ilə. Yəni, çalışacağım o 36 dənə hansı aralarda faydalar var belə. Götürün xülasəni deyim sizə. Ki, təbii ki, onu belə keçmək, biz bu kitabı keçmişik, məsciddə 5 ilə qutardım mən. Bu həftədə bir dəfə, ayda bir dəfə keçirdik ona görə. O da müdür dəhşət şərh edirdik. Sadəcə, yəni demək istəyirəm ki, kitab balaca kitab deyil. Həmçin, qardaşlar, 3 əsası da istədilər ki, onları da oxuyaq. Onu da oxuyarıq. Lakin əsas Kitab-ı Tevhiddir. Kitab-ı Tevhiddir. Aydın qardaşlar. Və yazılsın və yazılan da inşallah gələn dəfə ola bilər öz gətirən aparat, bir aparat. Yazarıq, saytını qoyarıq inşallah. Qardaşlar hamı qulaq alsın. Əsas budur ki, ixlas. Əsas başlayanda ixlasdır. Yəni, bizim məqsədimiz başqa deyil. Yəni, məqsədimiz Allah Subhanahu taala bizə göndərdiyi dini öyrənməkdir. Dinimiz də tevhiddir. O tevhid elminə ancaq biz düzgün tanıya bilərik Allahı. Başqa heç nə olmasın. Niyyət saf olanda Allah Subhanahu taala bərəkət də verir. Niyyət saf olanda Allah taala bərəkət verir. Və keçən dəfə biz o qardaşlarla hansı ki keçəndə biz dedik ki, Kitab-ı Tevhid. Şeyx Rahimullah kitab başlayanda başqa müəlliflər kimi müqəddimə kimi gətirməyib. Elhamdülillah Rabbil Alemin və salatu və selamu. Hətta Bismillahirrahmanirrahim yazmayıb Şeyx Rahimullah. Hələ birbaşa başlayır ki, Kitab-ı Tevhid və deyir ki, Allah Subhanahu taala buyurdu, Zariyat surəsi 59-cu ayəni getirir. Ya daha doğrusu 56-cı ayəni. Bu da şeyxin üslublarından biridir. Şeyx bəzi vaxtlar fəsillərdə, məsələn, bablarda adı gətirməyəcək, hələ ayəni gətirəcək. Yazılacaq, fəsil, bab, Allah Taala buyurdu. Və hələ o ayədən aydın olacaq ki, söhbət fəsildə nədən gedir. Bu da yəni şeyxin üslublarındandır. Və kitabda mövzu tevhiddən gedəcək. Və tevhid də bilirsiniz ki, Allahın təkliyinə aid olan elmdir. Allah tanıtdıran elmdir bizə. Yəni, biz ancaq bu elmdə Allah talanı tanıya bilərik. Ona görə tevhidi bilməyən Allahı tanımır yaxşı. Ümumən tanıyır, amma təfsilatla tanımır. Və biz görürük ki, məhz
şirkin səbəbləri, insanlar şirkin səbəblərinə düşməklərində təvhidi bilməməzləridir. Yəni, təvhidi bilmədən insan şirk labüddür. Və şirkdən qorunmaq üçün insan gərək təvhidi bilər. Və təvhidi bilmək üçün gərək oxuyasan. Yəni, bəzi qardaşlar deyir ki, mən təvhidi bilirəm. Xeyr. Ola bilər insan, sən təvhidi oxunusan, kitabın. Oxumaq şifayət deyil. İnsan gərək dərs alar. Çünki dərs almaq başqa şeydir. Ola bilər sən təvhidi bilirsən ümumən. Çünki iman gətirənlər də ümumən var. Ümumən iki qismdir. Var, ümumən iman gətirib Allah Taalaya, Peyğəmbərə, ümumən şəriəti, İslama. Var, ikinci qism insanlar hansı ki, təfsilatına iman gətirib. Bilirlər təfsilatını da. Baxmayaraq, ikisini də mömin sayılsa da, ikincisi daha möminliyi kamildir və qüvvəlidir. Ona görə təvhid bilmək deyil, insan gələk düzgün başa düşməlidir. Yoxsa insanlar görsən fərqlənirlər. Hətta Quran-ı Kərim görsən, hamı oxuyur Quranla ki, cürbəcür başa düşənlər var. Deməli, əsas fəhmdir. Düzgün başa düşmək. Və təvhid də, təvhid kəlməsi vahid kəlməsindəndir. Yəni, tək kəlməsindəndir. Allahı təkləndirmək. O elmi öyrədir bizə. Deməli, keçən dərslərimizdə də dedik ki, bu elm Allah Subhanahu taalanın tanımaq üçün qoyulan elmdir ki, Allah Subhanahu taala həm xəlq etməyində, həm ruzu verməyində, həm öldürməyində və hər bir şeyində, həm ona ibadət etməkdə, həm isim və sifətlərində ona təkdir. Yəni, bu elm bizə bunu öyrədir. Və ya başqa dildə desək, məsələn, başqa cür desək, məsələn, təvhidin tərifi nədir? Sən desələr ki, təvhidi bizə bildirginə. Sən deyəcəksən, təvhid ifradullahi bil ibadə. Yəni, Allah Subhanahu taalanı ibadətdə təkləndirmək. Allah Subhanahu taalanı ibadətdə təkləmək. Yəni, tək ona ibadət eləmək. Təvhid budur. Və həmçinin üç qismi var. Üç qismi var, bilirsiniz. Rububiyyə, uluhiyyə, əsma-i və sifət. Rububiyyə ona aid olan məsələlərdir. Yəni, xaliq, raziq, ruzu verən, xəlq edən, öldürən, dirildən və s. və s. odur. Ondan qeyrisi yox. Sonra uluhiyyə və bu da təvhidin əsaslarından biridir. Hansı ki, bütün peyğəmbərlər buna dəvət edib. Yəni, bu qulun yalnız ona ibadət eləməkdir. Və həmçinin əsma-i və sifətlər üçüncü növü Allah Subhanahu taala isim və sifətlər var. İsim və sifətlərində kamildir. Oxşarı yoxdur. Misli yoxdur daha doğrusu. Və biz əhl-i-sünə və cəmaət biz nə gəlib? İsbat edirik Allah Taalanı isim və sifətlərin 4 dənə şərtlə inkar etməmək, başqa məna verməmək, keyfiyyətin soruşmamaq, bir də oxşatmamaq. Bizə görə Allah Taala oxşatmaq küfürdür. Ona görə müxaliflər elə bilirlər ki, biz Allah Taala ispat etməklə Allah Taala oxşadırıq. Hətta bizə ad veriblər, deyiblər müşəbbihə. Müşəbbihə yəni Allah Taala oxşadanlar. Yəni onlar elə bilirlər ki, desək Allah Taala sifətlərin ispat eləyəndə necə gəlib oxşadırsan. Lakin onların problemi nədədir, müşkül məsələsi nədədir? Onlar Allahı insanlarla müqayisə edib ondan sonra inkar edirlər. Hansı ki, oxşatma olmaz. Allahın bənzəri yoxdur axı. Allahın misli yoxdur. Məsələn, onlar deyəndə ki, Allah Taala eşidəndə ki, Allah Taala əli var, biz deyəndə biz deyirik Allah Taala əli var, lakin necə bilmirik. Onlar deyirlər ki, dərhal öz əlinə müqayisə edirlər Allah Taala əlin, deyirlər, bizim də əlimiz var. Deməli, biz desək əl, oxşatdıq. Ona görə deyirlər, yox, əl yox, inkar edirlər, əl yox. Deyirlər qüdrət və bəzilər deyirlər heç nə. Fikir versiniz, səbəb nədir? Oxşatmaq. Yəni, məxluqla qiyas edirlər, inkar edirlər. Hansı ki, amma
Məxluqun öz arasında əl deyəndə oxşamır bir-birinə. Qarışqanın əli var. Fili də oxşayır. Yox, əgər məxluq arasında oxşamırsa, sən necə Allah talanı deyəndə özünlə müqasili oxşadırsan? Ona görə ağılsızlıqdır. Və ya məsələn, Allah taala gecənin 3də biri nazir olur. Müxaliflər inkar ilə bunu deyirlər ki, başlayırlar cürbəcür şübhələr gətirməyə ki, əgər hələdirsə deyirsiniz Allah ərşlidir, sonra deyirsiniz ki, 3də biri nazir olur. Deməli, ərş boşalır. Deməli, ərş boşalır. Elə buna siz ziddiyyətdir. Biz ziddiyyətdə öyrəyik. Biz sadəcə nə gəlib, onu ispat edirik. Lakin necə biz bilmirik. Bizim borcumuz ispat eləməkdir. Əks halda biz inkar edirik haqqı. Amma, bəli, siz deyən kimi məxluqda belədir. Əgər biz desək ki, məxluq, məsələn, filan kəs orada oturub, bura gəlsə, bilirik ki, ora boşalacaq. Siz Allahı da məxluqa müqayisə edib inkar eləmişsiniz. Amma Allahda belə deməyə sual şarısı. Xeyr, Allahda biz bilmirik. Biz bilmirik. Biz sadəcə ispat edirik. Yenə fikir versən, məxluqla müqayisə edib inkar edirlər haqqı. Ona görə, qardaşlar, yəni bu tevhid, yəni bu elmdir, əsasən Allaha aid olan elmdir və Allahı tanımaq üçün bu elmsiz mümkün deyil, Allahı tanımaq. Və uluhiyyə, rububiyyə, əsma və sifətlə bidət deyil. Bəziləri deyir ki, siz özünüz bidətdən danışırsınız, bidət edirsiniz. Nə bidədir? Özünüzdən çıxarmışsınız rububiyyə, uluhiyyə, əsma və sifət. Biz çıxarmamışıq bunu. Birinci, bu Quran sünnədə əlhamdə gəlib. Hələ əlhamdülillah, Fatihənin əvvəlində. Əlhamdülillahi Rabbil alemin. Burada tevhid rububiyyənə uluhiyyədir. Ər-Rahmanir-Rahim də əsma və sifətdir. Elhamdu lillah. Həmd yalnız Allah'adır. Bu tevhid uluhiyyedir. İbadet yalnız Allah'a. Rab alemin alemler Rabbi rububiyye. Er-Rahmanir-Rahim'de esma ve sıfat. Hələ Fatihə əvvəlində. O ki qaldı sonra Quran-ı Kerim. Təsəvvürlər. Ona görə bir də deyil. Alimlər danışıblar bunu. Elhamdülillah. Və Şeyx Rahimullah başlayır deməli, mən gələn dərsdən çalışaq tərcümə yanımızda olsun. Çünki məsələn, mən deyəcəm, məsələn, Zariyyət 56 qardaşlardan biri oxuyacaq səslə, sonra biz onun əsnasında danışacaq. Aydındır. Yəni, bir nələri xülasıdır, biz sadəcə birinci fəsli qıssa keçirik. Və Şeyx Rahimullah burada birinci ayəni gətirir. Zariyyət 56-ni və mə xaləqtul cinnə vəl insə illə liyabudun. Bu ayədə tevhidin məqamı görsəni yeri buyurur ki, o cinləri və insanları yaradıb ki, yalnız ona ibadət etsinlər. Allah Taala'nın rububiyyə sifəti var burada. Xalq. Xalq edən xaliq odur. Rububiyyə sifətidir. İllə liyabudun uluhiyyədir. Və həmçinin ayə göstərir ki, cinlər və insanlar mükəlləfdirlər. Amma qeyriləri yox. Düzdür, qeyriləri də necədir? Allah'a zikr edirlər hamı. Lakin mükəlləf olublar, yəni tələb olunub onlardan ibadət və s. cinlərlə insanlar. Lakin qeyriləri isə Allah'a şərik qoşmurlar, yalnız ibadət edirlər. Məsələn, Allah Subhanahu taala mələkləri vəsf edir ki, onlar Allah'a asi olmazlar. Onlar daima ibadət edirlər. Həmçinin heyvanlar da. Heyvanlar da Allah'a şərik qoşmazlar. Ona görə hud ağacdələn. Süleyman Aleyhisselam möcüzələrindən də biri cinləri danışırdı və heyvanların da dilin bilirdi. O da qoşunla çıxanda heyvanlarla gedirdi. Bəzi quşları var idi. Görürsən, suzduq. Əziyyət verəndə quşlara deyirdi, onlar qalxırdılar, baxırdılar, harada su var, gəlir xəbər verirdilər Süleymana, Aleyhisselama. O da qoşunu o istiqamətdə sürürdü. Birdən Süleyman Aleyhisselam deyir ki, hud lazımdır, ağacdələn. Yoxdur. Başlayır, soruşur.
O dərəcə ki, istənir. Deyir ki, tapın onu, ya onu qəfəsə salacağım, ya onu kəsəcəm, necə aydı gəlir hələ. Sonra bir müddət keçib, gəlir Rusu, deyir, haradaydın? Deyir, mən bir dənə qoyun, tayfa gördüm. Onlar Allahı qoyub qeyrisinə ibadət edirdilər. Yəni, heyvan təəccüblənib ki, onlar şərik qoşurdular Allaha. Heyvan təəccüblənib. Deyir, Allahı qoyub başqasına ibadət edirdilər. Ona görə heyvanlar Allah'a şərik qoşmur. Allah Subhanahu taala da buyurur ki, hər şey Allah'a zikirləyir, lakin biz başa düşmürük. Şərik qoşan kimlərdir? Cinlərlə insanlar. Lakin heyvan şərik qoşmaz. Ona görə qardaşlar, təbii ki, ayə barədə çox geniş danışmırız. Sonra Şeyx Rahimullah buyurur ki, وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنْ يَعْبُدُوا اللّٰهِ وَاجْتَنِبُوا الطَّاغُوتِ. Tağut. Nəhl surəsi 36-cı ayə. Və bu ayədə də ayə səbəb təvhiddən gedir. Və deyir ki, biz hər bir ümmətə bir rəsul yolladıq. O da yalnız Allaha ibadət eləməyi və tağutdan çəkinməyi əmr etdi. Və burada göstərir ki, Allah Subhanahu taala hər bir qövmə peyğəmbər yollayıb, rəsul. Və həmçinin göstərir ki, olan vəzifəsi nə idi? Əsas olan dəvəti nə idi? Yalnız Allaha ibadət eləmək, tağutdan çəkinmək. Və hələ bu la ilahe illallah mənasıdır. La ilahe illallah mənası isbat, inkar və isbatdan ibarətdir. Sən gərək birinci inkar edəsən, təmizlənəsən, sonra isbat eləyəsən. Yəni, çikli, dastamaz ala bilməzsən. Paltanız var, hamısı çikli. Nəticə içində sən gəlsən dastamaz almağa. Dastamazın faydası olmayacaq. Sən gərək birinci təmizlənəsən, sonra dastamaz almalısan. Əqidə də belədir. Gərək inkar eləyəsən, sonra isbat eləyəsən ki, isbatın faydası olsun. İnkar etməsən, isbatın faydası olmayacaq. Aleyhisselam. Ona görə la ilahe illallah bir qismi inkardır, birinci inkardır. La ilahe, yoxdur ilah, yoxdur məbud. İnkar. İllallah, isbat. Yalnız Allah'tan başqa. Fikirdim, birinci inkar elədin, ikinci isbat elədin. Deməli, bunlar bir-birlərinə bağlıdırlar. İnkarsız isbat olmaz, isbatsız da inkar olmaz. Lakin birinci inkar eləməlisən. Çıxarmalısan o inkar paltarın, isbat paltarını geyinməlisən. İkisi bir yerdə olmaz. Aydın qardaşlar? Qardaşlar, nəsə dərsdə aydın olmalı soruş ki nə? Əgər məsələn, gələn dərslərimizdə, əgər nəsə utansın, yazgınə, hərdən görürsən, sual verəndə bəzi qardaşı utanır. Yazgınə və evdə yaz, gətir. Dərsin açıq olsun, açıq. Və nə lazımı soruş ki nə? Lakin birdən görsün ki, ola bilsin, mən düz deyir, böyük üstü, nə lazım, nə istəyirsin soruş. O da mən hər şeyi cavab verəcəm. Mən də birdən sual versəm bilmərəm, amma mənə də maraqlıdır. Mən deyirəm, mən dərs keçirəm. Biz hamımız öyrənirik. Oxuyacaq bir yerdə. Lakin ver sual, birdən nəsə qəliz olsa, nəsə birdən təfsilat lazım olsa, deyəcəm, uşaqlar, baxıb gələn dərsdə deyərəm aydın. Yəni, demək istəyən ki, dərs əsnasında bunlara fikir verin. Nəsə aydın olmasa deyin. Hə. Düzdür, yaxşı olar ki, dərsdən sonra, sadəcə, nə üçün deyirəm, qələm vərəq olsun əlində, birdən nəsə aydın olmasa qeyd elə. Birdən sən öz adından çıxar dərsdən sonra. Qeyd elə olsa, dərsdən sonra mənə deyinəm. Aydın amma deyinəm, bugün istisnalar çoxdur. Birinci ələ-vələ müqəddimədir. Hə. Allah Subhanahu günah işlədiyinin nazir olur. Böyle bir əşq boş qalmaq söhbətində olur. Yəni ki, boş qalır da belə. Biz bilmirik. Onu bilmirik. Yəni boş qalacaq. Biz feli səhvlərindən də olur. Hə, feli səhvlərindən də biz nə gəlib onu isbat edirik.
Amma keyfiyyət, sair onu bilmirik. Ona sən girişmirik. Yəni, o qapı bağlıdır bizdə. Aydındır. Sadəcə müxaliflər, onlar Allahı məxluqla müqayisə eləyib, inkar ediblər. Aydındır. Özünə məxsus şəkildədir, biz bilmirik. Yoxsa o müxaliflər deyən ki, deyirlər ki, siz deyirsiniz ki, Allah Teala gecənin 1/3 nazil olur. Onda dünya yumrudur. Günəş də, ay da gedirlər. Onda həmişə dünyada 1/3 olur. Belə. Onda deməkdir ki, siz bir tərəfdən deyirsiniz, Allah ərşdə deyir, sonra ikinci tərəf sözdə çıxır ki, onda daima Allah yer üzündədir. Ona var, şübhəyə var. Aydındır. Və ya deyirsiniz ki, Allah Teala səmadadır, ərşdədir. Yaxşı, ərş tutaq ki, bu tərəfdədir. Dünya da yumrudur, sən də aşağıdasan. Elə çıxdı ki, ərş ayağımın altına düşdü. Yəni, elə bir ki, yumurtadır dünya. Aydındır. Yəni, gör necə müqayisə edirlər, gör necə inkar edirlər. Lakin hamısı batildir. Yəni, dünya nə boydadır ki? Allah Subhanahu hər şey əhatə eləyib. Allah Subhanahu hər şey əhatə eləyib. Dünya da nöqtədir. Nöqtə bu kainatda. Ay, heç olmaz. Dünya da nöqtədir. Deyən qızışdım ha. Dünya da nöqtədir, yəni, heç nədir. Yəni, onlar sadəcə Allahı layiqincə qədər vermirlər. Bax, hamısı onun nəticəsindədir. Aydındır. Yaxşı. Gecənin 1/3, bax, gecənin 1/3 necə şeyləginə? Necə şeylə? Gecənin 3/1 necə bilginəm? Gecənin 3/1 belə böl. Məğriblə sübhün arası. Gecə odur, məğriblə sübh. Onu 3 hissəyə böl. İndi birinci hissəsi yox. Birinci hissəsi hələm işə azad davam edir. Əsas gedib 2 və daha yaxşısı 3. Və 3-cü hissəyə daha yaxındır. 2-cü hissəyə daha yaxındır. Yəni sübhdən qabaqçı o hissə. Gecənin hissəsi. Aydındır. Yaxşı. Buyurur ki, onlar yalnız Allah'a ibadətlə, ibadət də bilirsiniz ki, hər bir söz və əməl Allah Subhanahu xoşlayan və razı olan ibadətdir. Məsələn, sözdən Subhanallah ibadətdir. Əməl namaz, xəstəni ziyarət etmək, valideyni baxmaq və s. evlənmək və s. və s. Bu hansı ibadətdir? Allah'a xoşuna gələn və razı olan əməl hansı ibadət sayılır? İbadətin mənası genişdir. Lakin, qardaşlar, biz çox qısa keçirik ya. Çox qısa. Sadəcə o dərsi keçmişik, ona görə müraciət elə sayta, orada qulaq sıkına gələn dərsə hazır ol. Orada nəsə aydın olmasa, oradan suala verərsən. İnşallah. Sonra deyir ki, başdan bu tağut. Və tağut da bir üstə, bu saat dəbdir, moddadır tağut kəlməsi. Yəni, nə oldu tağut? Lakin gündəmdə də. Yəni, lakin deyənlər heç başa düşmürlərdir bu. Ya tuta bilmirlər, bu nə şübhələdir. Və tağutun növləri çoxdur. Və Ömər Xattabdan soruşanda deyir, şeytan. Doğrudan da ən birinci tağut deyəndə şeytan nəzərə tutulur. Həddi aşan, hər bir həddi aşan tağut sayılır. Və məsələn, tağutun növlərindən demək olar şeytan, seyrbaz, baxıcı, sonra demək olar, məsələn, rüşvət alan və ya, məsələn, demək olar, elmsiz danışan. Lakin, düzdür, növlərindən də biri 5.44-də kimdir? Allahın hökm verməyən. Müslüman budur. Bunlar tutublar bunu, şişirdiblər. Deyiblər, nə oldu? Onlar başa düşən kimi hamısını təkfir ediblər, tağut ediblər. Hakim vardı, mövqeyimiz budur. Şeyh Fozan dedi, rahiməhullah, hafizəhullah. Deyə də rahiməhullah demiyorlar. Tağut, hakim nə vaxt tağut olur? O vaxt deyir ki, halal görsə. O vaxt deyir ki, halal görsə. Halal görməyəcə tağut deyil.
Lakin müşkül məsələ nədir, qardaşlar? Tağut var, hamımız əlhamdə tağutu inkarlayırıq, imanın əsaslarındandır, qaydasıdır, şərtlərindən biridir. Tağutu inkar etmədən iman təsəvvür olunmur. Hamımız əlhamdə tağutu inkarlayırıq. Heç kəs burada yoxdur ki, tağut inkarlayır. Lakin kimsə yanından hələ kimi gəldi tağut görür və tələb edir ki, sən də inkar elə. İnkar eləməyəndə deyir ki, sən tağutu inkar eləmirsən. Hansı ki, o cür yanaşmaqla, onun yanaşmaqla, o özü tağutdur. Çünki tağutun növlərinin həmçinin nədir? Elmsiz danışan. Elmsiz danışan da tağut vəsf alır. Ona görə bunda bəzi bu kəlmədə çoxsa azır, bəzilə azır. Düzgün başa düşmürlər. Düzgün yanaşmırlar məsələyə. Əlhamdülillah, heç kəs tağutu qulluq eləmir. Ki, heç kəs tağutu gör ki, inkar eləmir. Hamımız əlhamdülillah tağutu inkar edirik və heç kəs tağutu da qulluq eləmir. Sadəcə biz məsələləri yanaşırıq, necə şəriət qoyub, necə sələflər, sələf alimləri. Əlhamdülillah, hamımız kitablarda var. Yəni, biz nəsə qeyri-adi şey demirik, gətirməmişik özümüzdən. Bunların müşkül məsələsi nədir? Bunlar təlimlərində tağutu ancaq bir mənalı başa düşürlər və bir mənalı təbliğ edirlər. Odur müşkül məsələ. Ən birinci səhvlərindən biri. Hələn qoyaq hakim tağutu yoxsa yox. Çünki əgər sən dərs keçirsənsə, əgər sən insanları başa salırsansa, sən hər tərəfli deməli tənə şeyi. Özləri deyirlər ki, hökümsüz haqqı gizlədir. Əksinə, haqqı gizlədində olardı. Çünki tağutu çoxsa o tağut deyənlər heç bilmirlər tağutun başqa növlərini. Hələ bir dənə deyim ki, tağut hakimdir və salam. Və əsas da odur. Yəni, la ilahe illallah əsas budur. Hakimi tağutdur, tağutu inşallah hakimdir, yəni. Başqa heç nə. Amma çoxsu bilmirlər ki, tağutun başqa növləri də var. Başqa növləri də ciddi məsələlərdir. Onları da inkar eləmək lazımdır. Onların üstündə daha çox dayanmaqsan o birisini baxanda, məsələn, şeytan. Hələ uzanır ki, hakim əgər səndən uzaq olsa da, görməsən də, görüşə də bilməsən də, lakin şeytan yanında dəmişə, daxilində. Ondan danışan yoxdur. Bu cür təlim düzgün deyil. Əslən, təlimin özü düzgün deyil. Deməli, qərəzlidir. Deməli, qərəzdir. Bunlarda ən böyük, bunlar, müşkül məsələn, hakimdə görürlər. Ona görə, harada bu şey var, məsələn, hakimə gətirmək istəyirlər. Ona görə hətta bəzi fikri məsələlərdən istifadə edirlər. Namaz qılmayan, ət, darul küfür. Bunlar da bəhanədir, dost düşmən. Bunlar da bəhanədir ki, aparmağa sənə o məsələyə, yenə o məsələyə. Darul küfür deyəndə, qardaşlar, məqsədlər birisi nədir? Darul hərb. Çünki var darul İslam, darul küfür, darul hərb. Darul fasiqin, darul fasiqin. Lakin, darul fasiqin, lakin, bunlar deyirlər ki, hər yan darul hərbdir. Bir üstünə üçləyirlər bunu ki, hər şey halal olsun. Oral darul küfür deyəndə demək istəyirlər ki, hər yan darul hərbdir. Yəni, haramları halallaşdırmaq üçün. Darul hərb, yəni döyüş meydanıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, nədir? Döyüş nədir? Allahçmaqdır. Ona görə bunlar bu cür deyirlər, yalan danışmaq olar. Darul hərbdə qadınlar cariyədir, zina eləmək olar. Fikir versən, yalanı halallaşdırıblar, zinanı halallaşdırıblar. İslamın deyirlər ki, şəhəti bu saat 4-dür, 5-ci düşüb, yəni həc. Həc deyirlər ki, darul hərbdə həc olmur. Çünki kafirlərin əndədir. Çünki kafirlərin əndədir. Sən elə bir pul versən, həcə gedməyə, kafirlərə versən. Əgər belə məntiqlə danışanda, lakin başqa şey fikirləşmirlər. Olan müşkül məsələsi bundadır. Söz deyəndə fikirləşmirlər ki, bu sözlə, əgər belə yanaşsaq, onda biz gələk heç də almayaq. Hətta çörək də.
Aydın, sən gəl həccə, nə şənmirsən? Çünki pul versən həccə gezdir kafirlərə. Onda çörək də alma. Çörək, qən, öl. Aydındır. Yəni, bidət əhlində hamısında belədir. Onlar söz deyirlər. Lakin fikirləşmirlər ki, bu sözlə ən birincilər özləri kafir çıxır. Ona görə tağut kəlməsi qardaşlar, oradan bəzi savadsızlığa azdırıb məsələdə. Məsələ şişirdilir, düzgün istiqamətdə gelmir, düzgün şərh olunmur, düzgün əsas tutulmur. Bu səhvdir. Yoxsa elhamdülillah, bəli, həmçinin növlərindən də biri heç kəs inkar eləmir. Allahın hökm verməyən. Lakin nə vaxt Allahın hökm tağut olur, verməyən. Nə vaxt kafir olur, nə vaxt tağut olur. O hamısı, elhamdülillah, şəriət necə deyib, o cür qaydana. Yəni, bizim olanla fərqimiz bundadır ki, biz deyirik, qaydalarla ancaq bu məsələ yanaşmalıdır. Bunlar bilə qayda yoxdur. Birbaşa. Və bəzi hərdən deyirlər, qayda, deyirlər, üzr, zat, şərtlər, manilər. Amma tətbiqdə yenə buna rayət eləmirlər. Yəni, tətbiqdə rayət eləmirlər. Sadəcə anlatmaq üçün, ola bilər, səni desinlər ki, bəli, şərtləri var, manilər var, amma tətbiq elə deyil. Tətbiq xavaricdən tətbiqidir. Xavaricdən tətbiqidir. Başqa cür ona az vermək mümkün deyil. Sonra Şeyx Rahimullah deməli, İsra surəsini gətirir 23-24. Orada da Allah Subhanahu buyurur ki: "Və qada rabbuka alla ta'budu illa iyyah və bil valideyni ihsana." Yəni bu ayədə də Allah Subhanahu buyurur ki, əmr etdi ki, Rəbbimiz əmr etdi ki, ancaq yalnız ona ibadət eləmək, ondan qeyrisinə yox və valideynlə yaxşı davranmaq. Bax, valideyn. Valideyn balaca məsələ deyil. Allahın haqqından sonra gəlir. Allah tələb edir. Və sonra deyir, nə üçün? İmmə yəbluğanna indəkəl kibara ahaduhuma əv kilahuma fələ təqulləhuma uffin. Heç uff demə olaraq. وَلَا تَنْهَرْهُمَا وَقُلْ لَهُمَا قَوْلًا كَرِيمًا وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُلْ رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِ صَغِيرًا. Subhanallah. Ona görə mən istəyirəm ki, tərcümə də olsun. Gələn dərsdə belə sadəcə biz indi qısa keçirik. Bu ayədə valideyn haqlarındandır. İsra surəsi 22, 23, 24. Tevhiddən sonra budur, qardaşlar. Valideyn haqqı. Bundan danışan yoxdur. Tağut, pişkirullah. Amma valideyn evdə tam vəziyyət başqadır. Onu görsəm ki, qardaşlar, Nisa surəsi sonra rahiməhullah gətirir alimimiz 36-cı surə ayə Allah Subhanahu buyurur ki: "Va'budullah və la tuşriku bihi şey'a." Yalnız Allaha ibadət elə və ona şərik qoşmayaq. Görsən, isbat və sonra inkar. Yəni bunlar bir-birinə bağlıdır, qardaşlar. İbadət yalnız ona olmalıdır və şirk olmamalıdır. Bunlar şirklə ibadət bir yerdə ola bilməz. Və salam. Və sonra Şeyx Rahimullah deməli, Ənam surəsini gətirir 151, 153. Burada əhli kitabla necə rəftar eləmək və s. yetimlərin haqqı, böyük ayələr, böyük ayələrdir. Yəni, bu ayələr işte, ola bilər bir iki dərs kifayət eləməz, yanmaq. Və sonra, Rahiməhullah, İbn Masudun rivayəti gətirir, görsən, ayələr, bir də hədis və salam. Yəni, şeyx çox belə şərh eləməyib daha sözlərindən. Qısa, ən çox ayə gətirir, ən çox hədis gətirir. Hələli öz sözü yoxdur, ki, versən ayələrlə yazır. Və sonra gətirir İbn Masud radiyallahu anh sözün, deyir ki, kim Muhammed sallallahu aleyhi ve sellemin vəsiyyətini görmək istəyirsə, hansı ki, onun xətmi var onda, bu ayəni oxusun. Ənam surəsi 151, 153. 151, 152, 153. Və burada da bu Peyğəmbər sallallahu aleyhi ve sellem vəsiyyətidir. Bizə. Ona görə müraciət elə evdə o vaxtçıla bu ayələrə. Və həmçinin bunların keçmişəm. Ona görə qısa keçirəm üstündən imkan olsa qulaq olsun dərsə. Və sonra Rahimullah Muaz ibn Cəbənin rivayətini gətirir və deyir ki, bir gün Peyğəmbər sallallahu aleyhi ve sellemlə uzun qulağa minmişdi bir yerdə.
Və Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, ya Muaz, ey Muaz, bilirsən ki, qullar üzərində Allahın haqqı nədir və Allahın haqqı qullar üzərində nədir? Dedim ki, Allah və Rasulü bilir. Bu belə deyirdilər sahabələr, Allah və Rasulü bilir. Lakin öləndən sonra demək olmaz. Allah və Rasulü bilir. Deməyə Allah bilir. Amma sağlığında Peyğəmbər sallallahu sual verəndə deyirdi, Allah və Rasulü bilir. Dedi ki, haqqullah, Allahın haqqı qulların üzərində budur ki, ən ya'budu, yalnız onu ibadət edilsinlər və ona şərik qoşmasınlar heç bir şeydə. Və haqqul ibad Allah və qulların üzərində haqq qulların Allah üzərində haqqı budur ki və Allahın qullar üzərində haqqı budur ki, Allahın qullar üzərində haqqı budur ki, onlara, Allah ona şərik qoşmadıqlarına görə onlara əzab verməsin. Qıssa. Dedim ki, ya Rasulallah, Muaz deyir. Dedim ki, ya Rasulallah, gedim cəmaatı müjdəliyim, onu göstərir ki, müşluq almaq olar. Yəni, müjdələmək olar. Müşluq almaq olar. Dedi ki, yox. Peyğəmbər salsın dedi ki, yox. Lə tubəşşirhum fəyəttəkilu. Dedi ki, müjdələmə, demə. Təmbəlləşərlər. Bu onu göstərir ki, elmi, məsləhət olanda gizlətmək olar. Elmi, məsləhət olanda gizlətmək olar. Ki, əgər cəmaata zərər gətirəcəksə, pis nəticə verəcəksə, gizlətmək olar. Bu haqqı gizlətmək deyil. Aydın əksində sünnədir. Və hədisi də kim rivayət edib? Buxari Muslim. Sahihayn. Buxari Muslim rivayət edib. Və ümumiyyətlə, fəsildə nələr keçdi, qardaşlar? Fəsildə keçdi ki, cinlərlə insanların yaradılmaqda hikmət budur ki, yalnız ona ibadət eləmək. Və sonra keçdi ki, ibadət tovhiddir, ancaq tovhidlə düz ola bilər. Və həmçin bildirildi ki, kim bu tovhidlə gəlməsə, o Allahı ibadət etməyik kimi sayılmır. Və sonra həmçinin babıda fəsildə keçdi ki, Peyğəmbərlərin göndərilməyində hikmət, bunların keçmişik. Və həmçinin göstərildi ki, hər bir qövmə Peyğəmbər gəlib, və həmçinin keçdik ki, aydın oldu ki, ayələrdən, Peyğəmbərlərin dini birdir, hamısının dini birdir, yəni hamı yalnız ona ibadət eləməyə çağırırdı, onu şərik qoşunmaq. Və həmçinin bildik ki, ibadət düz sayılmaz, hətta tağutu inkar etməyincə, yəni Allahdan qeyrisin. Çünki bütlər də tağutdur. Həmçinin keçdik ki, tağutun ümumi mənadır, hər bir şey daxildir bura. Allahdan qeyrisinə nə ibadət olunur. Lakin bunu deyəndə Allahdan qeyrisinə ibadət olunur, tağutdur. Deməli, kim razıdır. Razı olmayan bura daxil deyil. Bir səni qardaşlar neşə deyirik, məcburuq demək bunu. Yoxsa İsa'yı da ibadət edirlər axı. İsa'ya razıdır, xeyr. Ona görə bu qeyri demək lazımdır. Tağut Allahdan qeyrisinə ibadət olunandır. Və o bu ibadətdə razıdır. Bunu qeydləyək. Və ya çağırır və ya razıdır. Çağırırsa razıdır da. Mələkləri ibadət edənlər var. Mələklər tağut sayılmaz. Aydındır, onlar razıdır, qeydlənmiş qeydlər, düzgün başa düşsünlər. Həmçinin keçdi ki, Ənam surəsinin ümumiyyətlə məqamı, yeri, 10 dənə orada məsələ var, Ənam surəsində 10 dənə məsələ var və ən birinci də şirkdən çəkinmək. Onlar böyük ayələr danışır, yoldaşlar. Həmçinin İsra surəsində olan məsələlər, orada 18 dənə məsələ var və başlayıb Allah subhanətələ ayəni belə
ki, Allah Subhanahu ta'aladan qeyrisinə ibadət eləmə. İsra 22-də necə deyir? Həmçinin sonu da belədir. Sonu da hələ qutarır. Və həmçinin Nisa surəsi həmçinin hüquq ayələndəndir. O, haqlar ayəsidir, adlandırılır. Nisa surəsi 36-cı ayənin adlarından biri Nisa 36. Haqlar ayəsidir, haqlar. Orada 10 dənə haqq var. 10 dənə haqq. İnşallah birdən imtihan olacaq, ha, inşallah. Yəni, yox, dərsi qılasın, yəni, nəşnə, bu hələ belədir. Yəni, çox tələb eləməyəcəm bu birinci dərsi. Amma nə üçün deyirəm? Bax, hər fəsli qutaranda imtihan olacaq inşallah. Hər fəsli qutaranda imtihan. Çünki imtihan nəticə verəcək, başı deyəcək, aydın olacaq. Dərsi başını düşmürsən yoxsa yox. Yəni, hələ belə danışmayın da burada. Aydındır, yəni istifadə eləyək. Yəni, çətin də imtihan, qorxma. İmtihan günü bizdən gəlməzsən. Yavaş-yavaş, yəni rahat olsun imtihan inşallah. Heç nə yoxdur, belə bir daha diqqətlə qulaq, qeyd elə. Qeyd eləyən inşallah imtihandan keçəcək. Daha İbn Həcər Şafii deyirsən ki, nə düşən zapis gedir. İmam Şafii kitab oxuyanda əlinə o birisi vərəqəni bağlayırdı. Çünki əzbərləyirdi. Nə oxuyurdu, yanında qaldı hamısı. Birdən qarışmasın əzbərləməyi. Hamı Şafii darılıq tezad deyil ki. Ona görə ehtiyacımız var qeyd eləməyə. Aydın qardaşlar, həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellemin vəsiyyəti barədə söhbət getdi və Rasul sallallahu aleyhi ve sellem vəsiyyət yazmayıb. Deyil, amma yazmayıb. Bir vaxtda gəlib ki, Sahih Buxaridə Rafsilədir, onun şuar gəliblər ki, yox ki, onlar həmişə belə məqamlarda idi. Gördünüz, Əli ibn Əbi Talibin xilafını yazmaq istəyirdi. Nə oldu? Əbu Əli ibn Əbi Talibin xilafını yazmaq istəyirdi. Hadi yan görək. O Peyğəmbər salsa o qələbə deyir ki, qələmlə vəlayyətindən azmıyorsunuz. Talib istəşir, deyir ki, mənə gətirin qələmlə. Orada yanına sahabələr bir qismi deyir, gətirin, bir qismi deyir ki, yox, gətirməyin. Görürlər ki, halı ağırdır. Orada da biri sahabələrdən deyir ki, sayıqlı Rasul salsın, onu tənə döyür, söyüş deyil. Sadəcə görür, halı pisləşib. Halı pisləşib. Yəni, Ayşə radiyallahu hərdən deyirdi ki, hərdən halı ağır olanda bir nəfəri neçə dəfə görürdü, neçə adamla. Ağırlaşırdı, o da insan idi. Yəni, kimlər ki, deyirdi, gətir yazsın, onlar da xeyr istəyirdi. Kimlər deyirdi, gətir yazmasın, onlar da xeyr istəyirdi. Yəni, onlar Rasul salsalına görə. Yoxsa o deməkdə öyle, onlar necə Rafsilə vəsil, haqqı bilmək istəyir, haqqı yazıydı, ona görə demirdilər. Yox, yan görə ya. Omar ibn Xattab da orada deyir ki, radiyallahu anh, Əli ibn Əbi Talibin törəkəni. Deyir ki, gətirmə, ya Rasulullah, ya Rasulullah, bəs Allahın kəlamı bizə kifayətdir, aydın da hər şey. Omar ibn Xattab düz olur. Çünki Peyğəmbər salsın deyir ki, çıxın yanımdan, mən yanımda belə danışmayın da, mübahisə eləməyin. Çünki bir qism belə deyir, bir qism belə, səskü böyüyür. Peyğəmbər salsın çıxardı, Əli ibn Əbi Talib də orada olur. O hadisədən sonra Rasul sallallahu aleyhi ve sellem 12 gün yaşadı. 2 həftə. Halı da yaxşılaşırdı hərdən. Çıxırdı, imam dayanırdı. Lakin halı pisləşəndə deyirdi, deyin Əbu Bakır'a imam dayansın. Bu artıq xəlifəliyə şaridir. Açıq aydın. Çünki o vaxtlar xəlifə imam dayanırdı. Açıq aydındır. Lakin biz deyim, yorsan hangi xəlifə? Ehtiyac yoxdur bunu deməyə. Elhamdülillah, kim lazım idi, o da oldu. Və salam. Sonra Ömər oldu, Əli eşlə demədi. Osman oldu, Əli eşlə demədi. Biyyət edirdi. Hətta 4-cü xavacda gəldi ki, Əli gəlsən ol. Dedi, siz xəlifə seçmirsiniz. Həmçə müsəlmanlar dedi ki, orada, dedi, mən xəlifə olmamdan vəzir olmağım yaxşıdır. Mesela bunu olanın öz kitabında yazılır, Nəhsül Bəlağada. İxtira olunmuş kitab Əli ibn Əbi Talib adından. Lakin buna baxmayaraq ixtira olunub, lakin elə şeylər var ki, Rasuləyə müxalifdir. Bütün qurduğu binanın sökü dağıdır. O kitabdadır. Deyir ki, mənim xəlifə olmağımdan vəzir olmağım yaxşıdır. İstəmir onda da. Hanı deyir ki, yazmaq istəyirdi və s. və s. Aydındır. Ona görə
Sadəcə orada Rasul sallallahu aleyhi ve sellem neysə aydınlığı getirmək istəyir. Sonra onu şifa deyir. Deyir ki, namaz. Sonra Ayşə radiyallahu anhə çağırır, deyir ki, istəyirəm, deyim artıq. Xəlifə olsun Əbu Bakır. Ayşə radiyallahu anh çağırmır atasın. Deyir ki, atam, hətta imam qoymağa razı olmur Ayşə radiyallahu anh. İmamda, namazda imam. Çünki deyir ki, qəlbi köyrəkdir, ağlayır tez-tez. Sonra Fatimə radiyallahu anhə çağırır, deyir ki, sən cənnətdə qadınların seyyidisən. Sonra deyir ki, sən Allah lənət etsin, əhli kitaba onlar peyğəmbərlər qəbirlər üstə meçid tikiblər. Bunlar dedi, əgər peyğəmbər qəbrinin üstə meçid tikmək olmazsa, başqasına olarmı? Cavab yox. Yaxşı. Aydınlı qardaşlar, sonra Allah üzərində olan haqq, qullar üzərində olan haqq qeyd olundu və həmçinin məsləhət üçün elmi gizlətmək olar, muşluq müjdələmək olar, həmçinin də cəmaatı nəzərə almaq lazımdır. Əgər tənbəlləşəcək zatsa, söhbəti onu, elə sözlər var demək olar, elə sözlər yox. Yəni, imam, alim belə şeyləri nəzərə almalıdır. Nədir? Cəmaat tənbəlləşə bilər, hətta sahabələrdən də söhbət gedir ha. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, demə. Və başqaları necə? Necə imam, alim, bunlar belə şeyləri nəzərə almaq lazımdır. Aydın qarışlar? Tənbəlləşərlə arxayınlaşar. Arxayınlaşarlar. Ona görə qardaşlar, düzdür, həmçinin muazın fəziləti və s. bəzi Peyğəmbər salsan tavazkarlığı, uzun qulağa minməyi tavazkarlıq idi. Aydındır. Və s. belə faydalar idi, şeyh qeyd elədi, rəhməhullah. Və şeyh rəhməhullah sonra keçir ikinci fəsil. İkinci fəsildə buyurur ki, Bəb Bayan fadlı təvhid və mə yukaffiru minəz-zunub. Deməli, təvhidin fəziləti və hansı günahları yuyur. Kəfarədir təvhid. İnşallah bu qalsın gələn dərsimizə Allah subhanət hala bizə eşi faydalardan etsin və bizi dində sabit etsin. Amin. Və əlhəmdülillah ümumən dərs aydın oldu. Aydın oldu inşallah dərs. Sadəcə gələn dərsdən artıq biz ikinci fəslə başlayacaq. Ona görə xahiş olunur o qeyd olunan şeyləri rəayət edirsiniz və bu üslubla gedək inşallah.